Salam dostlar, mən Üstənə Cərrahı Verdiyev Yaşar. Bugünkü mövzumuz ən çox insanları narahat etdiyi mövzulardan biri olacaq. Bu mövzulardan biri də rekonstruktiv əməliyyatlardan danışacağıq. Rekonstruktiv əməliyyatlar bir çox patologiyaları var, amma bunlardan biri də alt çənənin önü olması, yəni progenial çənələrdə. Belə bir izah edeyim sizə. Belə bir hallar olur və bu tək rekonstruktiv əməliyyat etməklə biz burada nəticə əldə etmirik ki, estetik gözəllik falan. Biz burada əldə etdiyimiz ən çox hissəsi bunun iki hissəyə ayırırıq. Həm funksional olaraq, həm də estetik olaraq. Funksional olaraq qidalanmasıdır, nitqidir, tənəffüsüdür. Estetik olaraq isə yan görünüşü profildən və həmçinin mandibulyar, yəni alt çənə sümüyünün hansı formada görünməsidir. Və bunlar belə deyək də, belə bir əməliyyatlar bəzən insanlarda bu mümkün olacaq bir şey deyil və yaxud da edə bilmərəm və yaxud da hər hansı bir narahatçılıq məndə yarada bilər. Mən sizə əmin edirəm ki, bu rekonstruktiv progenial çənələrin əməliyyatı çox rahat bir şəkildə etmək olur, amma düzgün əlbəttə ki, planlama olmalıdır. Planlamalardan birinci növbədə əsas olaraq başlanmalıdır. Ortodontik müalicələrə, ortodontik müalicəyə ehtiyac əlbəttə ki, varsa, bunun da biz diaqnostik analizlərini apararaq tam olaraq qənaətə gəlirik ki, burada düzülüş normasındadır və həmçinin sümük, həmçinin yumşaq toxumaların izlənməsi və dodağın pozisiyası və dişlərin görüntüsü. Bunlar hamısı əlbəttə ki, nəzərə alınaraq çənə əməliyyatı edərək biz düzgün okkluzyona gətiririk. Bəzən əməliyyatdan sonra Brektin müalicəsinə davam etməyə gərək qalır. Bu da deyək ki, bir progenial bir çənədir. Biz bunu deyək ki, belə deyək, tam düzgün dişləmə gətirdiyimizdə buradakı dişlər, arxa dişlər toxunmaya bilir və Brektinə biz əməliyyatdan sonra da bu müalicəni və ortodontik müalicəni, dişlərin sıralanmasını və ümumi görüntüsünü əlbəttə ki, dəyişə bilirik. Dəyişilmə nədən ibarət olur? Əsas olaraq funksional olaraq arxa azı dişlərinin düzgün olaraq bir-birinə oturulması. Bu bir neçə ay davam edə bilər. Və əməliyyat olunan zonanda mən sizə göstərib, illər öncə əsas olaraq orta hissədən, bu çənənin orta hissəsindən çənə əməliyyatı edərək önə və yaxud da arxaya çəkirdik. Amma son, belə deyək də, illərdə biz arxa hissədən, çənə şaxəsindən, bu hissədən əməliyyat edərək çənəni istədiyimiz formada şəkilləndirmə verə bilir. Şəkilləndirmə nədən ibarət olur əsas olaraq? Deyək ki, çənənin arxaya olması və yaxud da çənə bucağının şaxəsinin belə deyək, daha iti görünməsi ilə bağlı ola bilir. Və bu əməliyyatlar əlbəttə ki, biz icra edirik və nəticələrimizi də izləyə bilərsiniz. Çox sağ olun.